Hər yerdə 5 dənə, 3 dənə ağac əkirsiniz. 3 gül bastırırsınız. Burada qızıl gül bitdi, burada yasəmən bitdi, burada nərgiz bitdi və salam. Şəhər gözəlləşdi. Neyinir şəhərin gözəlliyini bugün 17 yaşlı balasının qatilləri tapılmasa? Lazımdır da bu təhlükəsizlik kameraları. Dağıtmayın da bu pulları. Şəhərə ayrılan pullara aidiyyatı üzrə sərf eləyin də. Nə qədər yiyəcəksiniz? Onsuz doymayacaq da, bu doymayacaq ki. O boyda böyük şəhərdə necə olur ki, sizin təhlükəsizlik kameralarınız yoxdur küçələrdə? Mən təbii ki, inanıram Daxili İşlər Nazirliyinin əməkdaşları, bizim polislərimiz tapacaqlar, məhkəməmizdə lazımi cəzanı verəcəklər. Amma bir sualım var. Necə olur ki, yol hərəkəti qaydalarını pozan kimi dərhal SMS gəlir telefonumuza? Çünki kameralar var və 90% yerdə işləyir bu kameralar. Amma bugün Gəncədə qatillər kimdir? Faktın üstünü açmaq üçün deyirlər ərazidə kamera yox. Onsuz da cinayətkarlıq baş alıb gedir. Qoyun da bu kameralarda milyonları boş-boş elə yeyirsiniz, sümürürsünüz, üstündən də bir su içirsiniz. Qoyun da xəşləyin bu şəhər. Mən bu hadisəni heç cürə anlaya, şərh eləyə bilmirəm. Adam öldürmək üçün onlardan kimi olmur. Siz soyuq həbsxana divarlarını tanıyanda başa düşəcəksiniz ki, sizi heç bir kamera çəkmir və fonda musiqi yoxdur. 2 gün bundan əvvəl baş verən hadisə hamıda şok effekti yaradıb. Gəncədə 11-ci sinif şagirdinin amansız şəkildə qətlə yetirilməsi ağıllarda minlərlə sual yaradıb. Ən birinci sual oldu ki, bu cavan uşağı kim və yaxud da kimlər, nəyə görə belə vəhşicəsini öldürsün? Mən bu hadisəni heç cürə anlaya, şərh eləyə bilmirəm. Gəncə özü qəhrəmanlar şəhəridir. Bolşeviklərə ən gec təslim olan şəhərimizdir. Bu hadisələr ölkəmizin tarixini bilən adamları 2 qat üzür. O boyda əsalətli şəhərimizdə belə adamların olması, belə hadisənin olması sözə sığmır. Hadisənin tam təfərrüatı olmasa da müəyyən detallar bilinir. Elgin İbrahimovun qətlə yetirildiyi ərazidə dolanan mühafizəçi inilti